Biz bayaq 1 ilə 2 haqqında danışdıq. Buradakı bu punktlar var. 1, 2. İndi 3'e keçdik. 3'də yazılıb ki, indi 5 illik, 11 illik təhsil tədris proqramına uyğun olaraq bir major qammasını paralel minoru ilə birlikdə ifa eləmək. Bir major qamması və paralel minoru. Biz yeri gəlmişəm, biz major, minor, qamma filan dediksə bizim istər-istəməz saz məktəbinə müraciət edirik də. Bax, bugün qammalar haqqında çox haçalanmış ayrı-ayrı fikirlər var. Məsəl üçün Çingiz Mehdupur böyük sənətkarımızdır. O öz İranda istifadə olunan sazlar filan başqa qalın simlər taxırlar və yuxarıki simlərdən gəlirlər. O da nəyə görə taxır? O bəm səsləri almaq üçün, qammaları bir oktava yox, çox oktavalı çalmaq üçün filan. Bizim onu da hər adam qəbul eləmir. Deyir, bu saz olmadı ki, saz məlumdur, saz hamıya tanışdır, saz necə olmalıdır. Və ya elə bu simlərin üzərində buralarda gəzişməni qəbul edir bəzi dostlarımız. O da yəni effekt vermir. Ən azından bu əsərlərdə ona müraciət olunmur. Biz qamma deyəndə əlimizdə olan nədir? O kitabımıza saz məktəbi dərsliyinə müraciət edirik. Burada da bir oktava həcmində deyilir də. Yer gəlmişkən sazın diapazonunu da deyək, bu kitabda da qeyd olunubdur. Göstərilir ki, sazın diapazonu kiçik oktavanın si bemol səsindən başlayır, ikinci oktavanın sol səsində bitir. Yəni bu nə demək? Kiçik oktavadan 2 dənə səsimiz var. Si bemol səsi, bir də si səsi. Si. Bunun bu səsin fərqi. 2 dənə, cəmi 2 dənə səsimiz kiçik oktavadır. Yəni oktavalar düzülüşünə baxsaq, kiçik oktava gəlir, sonra birinci oktava gəlir, sonra ikinci oktava gəlir. Kiçik oktavadan 2 dənə səsimiz var. Si bemol, si. Sonra başlayır birinci oktava. Do. Do, re bemol, re, mi bemol, mi, fa, sol bemol, sol, la bemol, la, si bemol, si və növbəti ikinci oktava başlayır do. İkinci oktava do. Bundan o tarafa ikinci oktavanın səsləridir. Do, re bemol, re, mi bemol, mi, fa, sol bemol, sol. İkinci oktavanın sol, deməli kiçik oktavanın si bemolundan başlayır, ikinci oktavanın sol səsində bitir. Və qammalarda bilirsiniz çox qammalarımız var. Bu kitabda da hamısı əhatə olmasa da bir çox qammalarımız verilibdir. Məsəl üçün, tutaq ki 3 işarəli qammanı götürürük. Mi bemol major qamması. Bayaq dediyimiz kimi mi bemoldan başlayır, mi bemola qədər gedir, bu artıq olur bir səs sırası, qamma sırası, mi bemol major. Və mi bemol major ifa edərkən biz nəzərə almalıyıq ki, si bemol, mi bemol, la bemol. 3 işarəsi var mi bemol major qammasının. Bir də burada belə bir şeylər var. Bax, bunlar bütöv notdur. Bu yumru. Bir dənə yumru belə 0 kimi bütöv notdur. Bir xəttdə olanda yarım notdur. İçi qara olanda çərək notdur. Bunlar 8'lik notdur. 2 xəttdə olanda da 16'lıq notdur. Çərəyin 8'liyin 1 xətti olur, 16'lığın 2 xətti olur. Bu bütöv not 4 və-yə sayılır. 4 və ümumiyyətlə tar müəllimlərindən də məsləhətləşmişəm. Onlar da deyir ki, yəni hətta imtahanda belə bəzən şagirdə öyrədərkən lazımdır. Şagirdin biləyini açır. Şagird onu işləməlidir. Şagirdə bunun aidiyyatı yox. Amma ortaya çıxardanda da şagirdə durub heç bütöv notu çaldırmırlar. Burada hətta reprizalar da var. Təkrar uzun gedir. Sadəcə mən indi yerini falan göstərmək istəyirəm ki, bir də bir nümunə kimi göstərə bilərəm ki, məsələn, bax, mi bemol yox, mi bemol deyil. Mi bemolda tremolif 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və bu üsul oldu bütöv notun çalınması. Bir də var yarım notu. Artıq 1 və 2 və 3 və 4 və 1 və 2 və-yə bərabər. Nəyə deyirlər? 1 və 2 və 1 və 2 və. Bu yarım not usuludur. Bir də var çərək not. Artıq 1 və-yə bərabər. Məsələn 1 və 2 və 3 və 4 və. Bu da çərək notun çalınma usuludur. Var 8'lik notun çalınma qaydası. 1 və 2 və. Gördün mü? Bir də var 16'lıq. Gördün mü? Hamısı bölünə gedir və bölündükcə də tezləşir. İndi mən sadəcə yerlərini göstərmək istəyirəm ki,
Bu dediyim üsullarla, məsələn, bütöv notuna, yarım notuna, inanmıram ki, imtahanda bütöv notu müəllimə çaldırar. Yəni ki, harasa çərəkdən başlaya bilərlər ki, müəllim çərəkdən başla. Və biz dedik ki, 3 işarəmiz var. Mi bemol, si bemol, mi bemol, la bemol. Bu üçünü nəzərdə tutanda mi bemoldan mi bemola gələrkən barmağın aplikaturanda indi qammanın öz xüsusiyyəti var da, belə olmalıdır. Bax, mi bemol birinci barmaq, fa birinci barmaq, sol ikinci barmaq, la bemol üçüncü barmaq. Keçdik. Si bemol, do, re, mi bemol. Mi bemoldan mi bemola gəldik. Yəni və geri qaydanda elə adamlar var ki, belə qəbul edir. Bax, belə gəlir. Yox, qamma ilə çalınır. Bax, qamma belə çalınır. Və həminki üsulla da geri qayıtmır. Necə gələndə bunu la bemola 3 qoymuşdum. İndi qaydanda 3'ü la bemola qoydum. Bir də arpeggiyosu var hər qammanın. Yəni birinci səs, üçüncü səs, beşinci səs, sabit səslər, bir də 8-ci. Bax, mi, sol, si, mi. Bunlar arpeggiyosudur. Yəni bu şəkildə siz həm çərək kimi çalmalısınız, həm 8-li kimi çalmalısınız. Mənimdir. Çərək, məsələn. Bu da oldu nə? 8-li. Bu uca 16'lı oldu. Bu üsulları tətbiq eləməli bu mi bemol major qammasına. Bu mi bemol major qamması. Bunun paralel minoru artıq gəlir düşür do minor. Do minorda biraz fərqlidir. Bunu da izah edeyim. Majorda adətən natural olur. Hamısı da natural olur. Amma minorda 3 hal, majorun da 3 halı var. Amma bu qamma, ifasılıqda falan çox yaygın deyil. Amma minorda mütləq onlar şərtdir ki, məsəl üçün bu dediklərimi natural çaldım mı, sonra onun harmonikinə keçməliyəm. Sonra onun melodikinə keçməliyəm. İndi bayaq dediyimdə bütöv notun, yarım notun üstündə qalmıram. Məsəl üçün, tutaq ki, buradan gəlir eləmi? Do minor qamması bayaqki işarələrə nəzarət səs sırasına baxaq. Do, re, mi bemol, fa, sol, la bemol, si bemol, do. Bunun səs sırası bu. Bayaqki işarələrdir. Dəyişmir. Major, minor, paraleldirsə onların işarəsi dəyişmir. İkisində də si bemol, mi bemol, la bemol işarələrimiz var. İndi fikir ver. Mən bunu belə salsam bu naturaldır məsəl üçün. Və indi hər dodan növbəti başlayır. İndi gözüm redə dayandım, notda da elə yazılır. Redə dayanır. Əgər do major çağırırsa, gəlir dodan doya gəlir, geri qayıdır, redə dayanır. Niyə dayanır? Növbəti do növbəti məsələ. İndi minor çağırır baxır. Arpeggiosuna keçmirik. Fikir ver. Bunu natural çaldım. İndi harmoniki çalarkən gələcəm və 7-ci pilləni yarım ton zilləşdirib belə bir varsa çağırgah intonasiyasına 7-ci pillə zilləşir harmonikdə. Melodikdə isə gələrkən 6-cı, 7-ci pillə zilləşir, qayıdarkən bekarlaşıb eyni vəziyyət alır. Məsələn, bu 8-li üsulla tutaq ki, natural. Yox, düz olmalı. Bemolları nəzərə almalı. Harmonik. Melodi. Bak, ikinci harmonik çaldım, üçüncü melodik çaldım. 6 ilə 7'yi zilləşdirdim, qayıdarkən bəmləşdirdim, natural vəziyyətinə gətirdim. Və biz bunu da həm 8'li, həm 16'lıq kimi çalmalıyıq ki, bu olsun qamma. Elə adam var ki, səs sırasını gəldi, deyir qamma budur. Bunu artıq praktiki cəhətdən vərdiş lazımdır, məşq lazımdır ki, bunu ortaya qoyasan səviyyəli şəkildə də. Mən düşünürəm ki, məsəl üçün bir müəllim kimi, mən müəlliməm da, mən konseptlər ifaçısı deyiləm, mən səhnə adamı deyiləm, məsəl üçün.
Bir müəllim kimi mən bu dediklərimi, məsəl üçün mən özümdən danışmayım. Mən imtahan götürən olsam, mən imtahan götürürəmsə, bir müəllim mən bu dediklərimi mənə bu şəkildə izah edilsə mənə kafidir. Nəyə görə? Bunu bu şagirdə öyrədəcək və şagirdin bacarığı varsa onu 16-lıq da çalacaq, hətta bəlkə daha tez çalacaq. Müəllimin işi odur ki, öyrətsin. O hazırlıq, o ifaçılıq o şagirdin öz istedadından da asılı olan bir şeydir də. Müəllim, yəni əsas odur ki, müəllimdir, öyrədicidir. Bilir, bu üsulu bilir, tətbiq eləməyi bacarır. İndi müəllim çalarkən birdən əli dolaşdı. Bu dünya yıxılmadı ki, bu şagirdə öyrədəndə o dolaşmış vəziyyətdə öyrətmir ki, dəqiqini öyrədir. Belə məsələlərdə də fikirləşirəm ki, biraz humanist olmaq lazımdır. Bu major qalmasıdır, major-minor söhbətidir. Vaxtımız varsa kiçik, bu 4-cü mövzu ilə də böyük mövzu deyil. Alətin köklənmə qaydası. Bu hər bir müəllim, əgər saz müəllimidirsə, bilir ki, dilqəmir necə köklüyür, ruhani necə köklüyür və s. Mən not üzrə deyim ki, biz həmin bu kitabın da bizə göstərişi ilə bizim qəbulumuz budur ki, biz açıq sini piyanonun do səsinə köklüyürük. Bu altdakı simlərdə, bu ana simlərdə deyirik, əl simlər, barmaq altı, melodik simlər. Bunu köklüyürük piyanonun do səsinə. Və bilirik ki, yuxarıki simdən bu sabit simlərdir, dəyişməz simlərdir. Bunu da barışdı si bemol, artıq kiçik oktavanın si bemol. Do'nu birinci oktavanın do'suna köklüyürük. Üst simi kiçik oktavanın si bemol. Bu ikisi dəyişməzdir. Bəzən əsərlər ortaya qoyurlar, bunları dəyişirlər, tar qaydası köklürlər. Bu işin içində olan insan kimi, mən şəxsən öz fikrimdir, bunu imtahan komissiyası qəbul eləməyə də bilər. Mən onun əleyhinəyəm ki, sazın kökünə dəyməyək. Sazın kökünə uyğundursa əsər çalaram, uyğun deyilsə çalmaram, heç lazım da deyil mənə. Bu iki səs dəyişməməlidir. Saz ifa eləyirsə, do, si bemol, sabit səslərimizdir. Deməli, əgər bu əsər açıq kökə uyğun bir əsərdirsə, orta simi də altdakı kimi do kökləyəcək. Bu əsər baş kökündə ifa olunacaq bir əsərdirsə, orta simi birinci oktavanın re səsinə kökləyəcək. Bu əsər orta pərdə kökü, ruhani kökünə uyğun gəlirsə, mi bemol kökləyəcək, orta simdən söhbət gedir. Şah pərdədə çalınmalı əsərdirsə, kiçik oktavanın fa səsinə, çünki qırıla bilər də, dartanda hər simi dözmür. Əgər dözürsə, çəkə də bilərik, faya kökləyəcək. Dözürsə, sim keyfiyyətlidirsə, birini birinci oktavanın fa, birini də kiçik oktavanın fa kökləmək olar. Və ikisini də kiçik oktava köklüyürük. Bir də İlqar İmamverdiyevin kitablarında rast gəlmişəm, bu kökdə sol kökünün bəminə köklülük elə əsərlər var ki, orada da qəşəng alınır. Orta simi köklülük sol səsinə. Bu 5 dənə kökə istənilən qədər əsərlər uyğun gəlir. Və əsərlərlə bu bəstəkar yaradıcılıq falan onun növbəti punktda mən izah edəcəm. Bu 5 köklə biz əsərləri ifa edə bilərik.